Hörmətli media nümayəndələri, dəyərli qonaqlar, mən də öz növbəmdə hər kəsi salamlayıram, xoş gəlmişsiniz Yeni Klinikaya. İcazə versəniz, mən sizə Yeni Robotik Reabilitasiya Mərkəzinin missiyası və ölkəmiz üçün daşıdığı strateji əhəmiyyət haqqında qısa məlumat verim. Yaradılmış mərkəzin missiyası reabilitasiya sahəsində ən müasir robotik, süni intellekt əsaslı texnologiyaları ölkəmizdə əlçatan etməkdir. Xəstələrin funksional bərpasını maksimum həddə çatdırmaq, müalicə prosesini sürətləndirmək, mümkün qədər tezləşdirmək, multidisiplinar komanda şəkli əsaslanan yüksək keyfiyyətli tibbi xidmət modelini yaratmaq, eyni şəkildə regionda təlim, tədqiqat, klinik innovasiyalar üzrə referans mərkəzə çevirməkdir. Mərkəzimizin strateji hədəfləri Azərbaycanı regionun robotik reabilitasiya mərkəzi kimi möhkəmləndirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar və təlim proqramlarını hazırlamaq, qlobal partnerlarla birgə innovativ texnologiyaların tətbiqini genişləndirmək, fizioterapiya və tibbi reabilitasiya üzrə kadr hazırlığına töhfə vermək, eləcə də post-insult, kəllə-beyin travmaları, ortopedik, pediatrik reabilitasiyada yeni yanaşmaları həyata keçirmək, mərkəzdə aparılan klinik fəaliyyətləri, elmi tədqiqat və akademik işlərin dəstəklənməsinə şərait yaratmaq. Bəs mərkəzimizin üstünlükləri nədir? Mərkəzimiz dünya səviyyəli robotik lokomosiya və yuxarı ətraf reabilitasiya sistemləri, eyni şəkildə 3D və hərəkət analizləri, balans, koordinasiya və bir çox ölçmə, bunların içərisində daha çox süni intellekt ölçmə cihazları olmasıdır. Eləcə də dediyim kimi süni intellekt əsaslı qiymətləndirmə, fərqləşdirilmiş reabilitasiya algoritmlərini avtomatik olaraq vaxt itirmədən pasientlər üzrə tətbiq etmək, multidisiplinar komanda, fizioterapevtlər, reabilitologlar, neyrologlar, ergoterapistlər, logopedlər, psixologlarla bərabər multidisiplinar şəkildə pasientlərin müalicəsini həyata keçirmək, beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlara imkan yaratmaqdır. Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan mərkəzin həm ambulator, həm də stasionar müalicə imkanı mövcuddur. Bu mərkəz yalnız yeni bir klinik bölmə deyil, Azərbaycanın reabilitasiya sahəsində tamamilə yeni bir ideologiyanın başlanğıcıdır. Burada tətbiq olunan robotik texnologiyalar bərpa prosesini daha obyektiv, daha sürətli, daha dəqiq edir və nəzərinizə çatdırım ki, hörmətli Vüqar müəllimin bildirdiyi kimi, bizim təxminən bir il ərzində bura dünyanın ən aparıcı ölkələrindən mütəxəssislər gəlir və onlar da təsdiq edir ki, doğrudan da bizim mərkəzimiz çox unikaldır. Bizim əsas məqsədimiz yalnız xəstələrin müalicəsi deyil, onların həyat keyfiyyətinin tam şəkildə bərpa olunmasıdır. Yeni mərkəz qısa zamanda regionun ən güclü təlim və innovasiya platformalarından birinə çevriləcəyinə əminik. Burada həm mütəxəssislərin inkişafı, həm də ən son elmi və texnoloji yeniliklərin tətbiqi üçün geniş imkanlar yaradılmışdır. Məqsədimiz reabilitasiyanın, texnologiyanın və elmi insani yanaşmaların kəsişməsində yenidən qurmaq, xəstələrimizə daha müasir, daha effektiv, daha təsirli müalicə imkanları yaratmaq. İnsult pasientlərdən gedirsə, təbibin yaxın və uzaq strateji planları var. İlk növbədə Yeni Klinikada insult mərkəzinin reabilitasiyasını keçirtmək, bundan sonra artıq regionlarda da bu işi görmək və yeni robotik reabilitasiya mərkəzinin yaranması ilə əsasla bilir ki, biz burada bir məktəb, bir institut yaradaq. Çünki bilirsiniz, gəlin bir şey etiraf edək. Yəni, hər hansı bir texnika, hər hansı bir robotu alıb gətirmək asandır. Əsas onu tətbiq etmək, onu həqiqətən tətbiq edəcək kadrlar yetişirmi? Bunun üçün əslində təbib bunu biraz gecikdirdi. Yəni, biz eyni şəkildə paralel olaraq kadrlarımızı hazırlayırdıq. Digər tərəfdən də bu işləri başlatmışdıq və bu günləri demək olar ki, işin əsas, yəni yaxın planda sürətli, operativ olaraq müəyyən işləri görmüşük və dediyiniz xəstə çeşidləşməsinə gəldikdə isə bilirsiniz, biz xəstəxanalar arasında təbib tabeli müəssisələrdə koordinasiya qrupu vardır. Onlar pasientləri çeşidləyir və ixtisaslaşmış xəstəxanaya yönəldirlər. O şəkildə olacaqdır. Burada da stasionar olaraq
insult mərkəzi vardır və biz pasiyentlər hər hansı bir dövlət xəstəxanasında varsa, o şəkildə qəbul edib reabilitasiyasına başlayacaq. Cihazlarla bağlı qeyd edə bilərəm ki, deməli, Avropanın ən inkişaf edilmiş ölkələri İsveçrə, İtaliya, İspaniya, Niderland, çox sayıda bu ölkələri, ondan çox ölkə var. Amerikanın cihazları var. Təxminən 15 ölkənin cihazları var ki, biz təəssüf olsun biraz vaxt baxımdan çatdırmadıq. Biz lövhə hazırlayıb, o mütəxəssislərlə bərabər bizim əməkdaşların burada təlimlərinin də bir lövhə hazırlayıb oradan asacağıq. Yəni, demək olar ki, bu mərkəzin ərsəyə gəlməsi müddətində 15-ə yaxın ölkənin nümayəndələri bura gəlib təlim verirlər. Bəs mütəxəssislər hansı ölkələrə göndərilir? Saydığım ölkələrə. Cihazlar elə bilir, cihazlar da eyni ölkədir, mütəxəssislər. Bəli, çünki hansı ölkə ki, o istehsal edib, distributordur və onlar da təlimlə və texniki dəstəyinə cavabdır.